Səhnəyə Yubilyar ömrünü Azərbaycan mədəniyyətinə, xalq yaradıcılığına və gənc nəslin tərbiyyəsinə həsr etmiş Tərəqqi medalı laureatı, Həvəsov folklor qrupunun yaradıcısı və rəhbəri pedaqoq Tərbiyə Şabanovanı dəvət edir. Bundan düşməmək. İllərdə Ümumilli lider Heydər Əliyevin hər iki andişmə mərasimində çıxış edən Əvəsov folklor xalq kollektivi Heydər Əliyevin xeyir duasını almışdı ki, Talış qızları, siz də qəşəng oynadınız. O illərdən xeyli keçdi. Demək, İlham Əliyevin ilk dəfə prezident seçildikdən sonra bizim rayonumuza səfəri oldu. Həmin görüşdə mən onun qarşısında çıxış elədim. O zaman nə qaz var idi kəndlərdə, nə işıq var idi. Dedim ki, İlham Əliyev, cənab prezident, mənim sizə bir arzum var. Siz nur mənbəyi olun, bütün Azərbaycana işıq saçın. O vaxtdan xeyli illər keçir, Əvəsov daim öz işini, öz folklorunu zənginləşdirir, çıxışlar edir. Düzdür, mən də yaşada olmuşam indi. Bu günləri, bu xoş günlərdən, bu tədbirin təşkilatçılarına, bu multikulturalizm mərkəzinin yaradıcılarına, eyni zamanda direktoruna təşəkkürümü bildirirəm və mənim üçün belə bir tədbirin keçirilməsi, azsaylı xalqların bir yerə yığılması mənim həyatımda ən ümdə bir gün oldu. Hamınıza təşəkkür edirəm, can sağlığı arzu edirəm. Arzu edirəm ki, bu xanım gözəl qızım və bizim Əvəsov folklor kollektivinin musiqi tərtibatçısı Şadoğlan müəllimə öz təşəkkürümü bildirim. Eyni zamanda ona görə ki, bu gözəl nəğmələri, bu anamın oxuduğu, bu çətin günlərdə 41-45-ci il Vətən müharibəsi illərində atam müharibəyə getmiş, mən isə kiçik yaşım, az yaşım olub, amma 4-5 yaşında artıq mən onları yaddaşıma yığırdım. Hələ atam müharibədən qayıtmadığı müddətdə anam bu nəğmələrdən oxuyur və gözündən yaş tökülürdü. Mən anamı qucaqlayıb deyirdim, sən bundan oxuma, mən bundan istəmirəm. Bir gündə gördüm, əskər paltarında bir kişi gəldi evə, məni tutub göyə qaldırdı. Həmin gündən sonra anam şən nəğmələr oxumağa başladı. Atam həyata girəndə xanım əfəndi, anamın adı xanım idi. Xanım əfəndi, anam çıxar, bir əlində Talış dilində ona su qabı deyirlər də, lüləng deyirlər. Bu, bir əlində dəsmal, onu qarşılayar və öz əl-üzünü yuyan kimi evə qalxardı. Beləliklə, Əvəsov öz gələcək həyatını, gələcək günlərini mənə və bütün
Azərbaycan xalqına, Azərbaycan dövləti bilirsiniz, tolerant dövlətdir. Bizim bütün millətlərə hörmətimiz var. Eyni zamanda talışların da burada əməyi var. Çox sağ olun, bir daha sizə təşəkkür edirəm, var olun. Fərdiyə xanımın xidmətlərinə olan yüksək ehtiramın bir nişanəsi olaraq Dolu qəzetinin baş redaktoru, yazar jurnalist Məlik İradə Məlikovanın hədiyyəsi var. İradə xanımın səhnəyə dəvət edilmişi hədiyyəsini təqdim edir. Əzizlərim, hər birinizə salamlayıram, axşamınız xeyir olsun. Hangımın xaybobu, kimi xosa tanışardım, kimi xosa doyuyorum, kimi dodo. Mən 8 ildə qəzet üzrə başlamışam fəaliyyətə. Fərdiyə xanımın 80 yaşı olanda belə bir təbii evinə aparmışdım. O gün olsun 90 illiyinizi təbrik edək. Hamısını deyiblər, amma mən bununla nöqtə qoymaq istəyərdim. Talış folklorunun qızıl səsi diplomu. Azərbaycanın milli ruhunun daşıyıcısı olan xalq yaradıcılığına, xüsusilə talış folklorunun qorunması və yaradılmasına, misilsiz töhfələrinə görə xalq mədəniyyətimizin zəhmətkeş tədaisi, Əbəsov folklor kollektivinin banisi və rəhbəri tanınmış mədəniyyət xadimi Fərbiyə Həsən qızı Şabanovaya 85 illik ömür yolu və Əbəsov kollektivinin 60 illik yubileyi münasibətilə Dodo qəzeti redaksiyası tərəfindən bu fəxri diplomla tərtib olunur. Sizin zəhmətiniz bir nəslin yaddaşı, bir xalqın səsi, bir bölgənin nəfəsidir. Siz talış folklorunun qızıl səsinə çevrilmişsiniz Fərbiyə xanım. Zamanın özü qədər əbədi Fərbiyə xanım. Təbrik edirəm hanım. Zəhmətli keçən dövlətimizə, Bakı Beynəlxalq Multikulturalizm rəhbərinə Rəvan Həsənova, bir də Mədəniyyət Nazirimizə və bizim gözəl qızımız Könül xanıma və Ruslana bizlərin təşəkkürümü bildirim. Zəhmətli keçən hər kəsə təşəkkürümüzü bildirir redaksiya adından. Buyurun Fərbiyə xanım. Allah sizi var edin. Düşmən Talış Qadınlar qrupunun da Fərbiyə xanıma xüsusi bir hədiyyəsi var. Həmin qrupun üzvü Vəsilə xanımı dəvət edirik, hədiyyəsini təqdim etsin. Mənim burada bugün böyük qızım Pərvana, kiçik qızım Natəvan, nəvəm Nərgiz və nəticəm Samirə iştirak edir. Mən çox sizdən üzr istəyirəm. Qoy onlar gəlsinlər, bir burada fotoşəkil çəkək. Bakın, bakın.
Bir də. Yox, bir də xanım gözünüz olsun, bir də. Allah sizlərə də qismət eləsin, xoş günlər. Bugünkü tədbirdə mədəniyyətimizin birliyi, gücü və zəngin dəyərləri nümayiş etdirilir. Bu fürsət Azərbaycan xalqının çoxhəsrlik irsini yaşatmaq və dünyaya təqdim etmək yolunda atılan mühüm addımlardan biridir. Multikultural dəyərləri ön planda tutan, bütün xalqların mədəni irsinə bərabər hörmət göstərən, siyasi kəndinə görə və bu cür təşəbbüslərə dəstək verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildirir. Bugünkü tədbirin ərsəyə gəlməsində əməyi və dəstəyi olan qurum və insanlara minnətdarlığımızı bildirir. İlk növbədə Azərbaycan Respublikası Prezident Administrasiyasına göstərdikləri diqqət və dəstəyə görə minnətdarlıq. Eyni zamanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə mənəvi və mədəni müxtəlifliyimizin qorunması və təşviqi sahəsində gördüyü mühüm işlərə görə təşəkkür edirik. Tədbirin təşkilində və mədəni dəyərlərimizin yaşadılmasında göstərdikləri dəstəyə görə Mədəniyyət Nazirliyinə və icra hakimiyyətlərinə minnətdarıq. Və əlbəttə ki, öz zəngin irsini, dilini və ruhunu bu tədbirə daşıyan dəyərli folklor qruplarımıza və ümumilikdə Talış xalqına təşəkkür edirik. Folklor yaddaşımızdır, gələcəyimizdir. Biz onu qorumalı və gələcək nəsillərə ötürməliyik. Tədbirimiz burada yekunlaşır. Qədimdən gələn zəngin mədəniyyətimizi gələcəyə daşımaqda hər birinizə uğurlar arzulayırıq. Yeni tədbirlərdə və gözəl anlarda görüşmək ümidi ilə gələn görüşlərə dək.